saçı yumurta ilə yumaq olarmı? Konkret cavab bəli, olar və çox da faydalıdır. Əlbəttə ki, kənd yumurtasından söhbət gedir. Çünki onun içərisində əsas sarısında, eləcə də ağında, yəni ikisini bir yerdə qarışdırıb da yumaq olar. B qrup vitaminlər, biotin, başqa elementlər çox zəngindir. Saçı da yuduqca saçın özü də canlı bir toxumadır. Həmən minerallardan təşkil olunub, zülallardan təşkil olunub, yumurtanın tərkibində bunlar çox olduğundan, yəni təbii yumurtadan gedir. Həm saç dərisindən çox yaxşı təsir göstərir, həm saçın özündən çox yaxşı təsir göstərir. Bəli, yumaq olar. 20 dəqiqə saçda saxlamaq lazımdır. Sonra bir şampunla yumaq lazımdır ki, qoxusu qalmasın. Amma bir dəfə yox. Hər həftə bir dəfə ən azı. 2 dəfə istifadə etsəz çox gözəl, saçın parlaqlığı artacaq, saçın qidalanması, kövrəkliyi azalacaq, daha canlı olacaq, saç dərisi daha parlaq olacaq. Bax, belə təbii vasitə ilə çox gözəl saçlarınıza qulluq eləyə bilərsiniz. Həmişə gözəl görsənəsiniz. Sağ olun.